Sabah bayramdır, Qurban Bayramımızdır. Ümumi bütün dünya Müslüman e, bunu qeyd edir. Dünya Müslümanların bayramıdır, Qurban Bayramı. Bu Hristiyanlarda da var da, yani bütün dünyanın Hristiyanları da onların da eləki bir deyirlər jертва приношениdə. Yəni onlarda da qurbanlıq bayramı olur Hristiyan dünyasında. Amma onlarda deyəsən o qədər belə qeyd olunmur da dünya. Bizim deməli müsəlmanlar bunu qeyd edir. Amma indi bu gün nə danışsam bu Türk müsəlmanlarına aid olacaq. Başqa müsəlmanları mən qatmıram. Yəni Türkə dünyada nə verilib Tanrıdan, mən ondan istəyirəm. Yəni xoşa gələ gəlməyə. Bax, birinci bunu istəyərdim sizi. Bu nədir yəqin? Yəqin başa düşdülər ki. Bu bizim Quran kitabıdır da. Mən bunları bunu bilirsiniz da, biz uşaq vaxtı bu kitabı nənəmiz gizlədirdi. Biz ümumiyyətlə, mənim ana tərəfdən nənəm çox oxuyardı Quran, amma atam tərəfi hamısı Seyidlərdir, Mir Babayevlərdir, İrəvanlılar. Onlar yadıma gəlmir ki, yəni Quranı görməmişəm biz onlarda, yalandan deyim. Amma ağır Seyidlər daha nəzir zat belə, otura deyə Seyiddən nəzir verirdilər. Kömək edirdilər, xeyirxahlıqla məşğul olublar. Xeyirxahlıqla insanlara kömək, nə imkan varsa, kim işləyir, kim işlənir, kimə nə lazımdır. İndi bunların həyatları olur. Böyük bağ, bağça şəhərin mərkəzində. Sonra erməniləri gətirib yerləşdiriblər, həyətdə ev tikiblər, ağacları sındırıblar. O 1920-ci ildə yəni. Bax belə, yəni Mir Babayevlərdənik. Və həmişə də Tanrıya yaxın olmuşum. Və mən bir şey bildim. Bax bu Qurana, yenə də deyirəm, Tanrı bunu bizə verib buradadır. Bu kitabı gözəldir da, indi kürsünüz qabaq qorxurdular, yəqin kimsə kafir deyirsiniz, əli də tozdur, dumandır, yəni örtüb qoyurlar. Nənə həmişə gizlədərlər. Özdə kitab, bəlkə bir 300 il, 400 ilin kitabı da var. Onun vərəqləri karişli rəngdə, o deyil, o yeyilib dərisi çıxır. Yəni cırıla bilərdi. Bax belə, özdə deyəsən karişli rəngdədirlər hamısı kitab. Bax belə gizlədirlər. Yəni indi ziyalı xanımlar da 15 ildə oxuyub, müəllimədilər. Adlı sanlı müəllimələr, ziyalılar, bunlar da fikirlər. Bunu gözəl kitabların yanına qoyursan. Kitab belə olmalıdır. Bu bir. İkincisi, o Quran kitabı buradadır. Sonra o Bibliya var, Tora var. Onlar hamısı buradadır. Buradadır. Türklərə deyirəm, ey Türk, gedib kimə şey olubsan, möhtac olubsan. O verilib bizə. İçimizdədir. 10 min il, 100 min il Türk gəlibsə dünyaya, o içimizdə gəlib. Ona görə, bax, yəni onu bilin. Məcbur deyil onu oxumaq. Mən oxumamışam. İstədim oxuyam, alınmadı. Yəni Tanrı məsləhət bilmədi onu oxuyam. Məsləhət bilmədi, məsləhət bilsəydi oxuyam. Hər şey onun əlindədir. Hər şey. Və onun mənasını bilirsiniz, mənasını heç kəs bilmir. Orada bəzi şeylər yazılıb ki,
eksperiment kimi sən bir fikirləşəsən, beyni işlədəsən, bəlkə o yoxlamadır, bəlkə olmaz. Yazıb olar, amma sənə deyir də, Tanrı verir ki, deyir, görüm hələ, bu beyin işlədəcək, elə həmişə mən idarə edəcəm. Beyin işləmədi, özü idarə edir. Ona görə, yəni bu sınağı verdi ki, o da gördü ki, yox, bəşəriyyət ümumiyyətlə adam olmadı, bəşəriyyət. Bax, indi bu bayramı vaxtımız olmayacaq. Mən yəqin ki, sonra davamını kimə lazımdır, qoy eşitsin, davamı gələcək də. Yəni belə bu günlərlə danışacağım bu haqda. Sadəcə indi bu 10 dəqiqədə. Bu bayram demək olarmı ya yox? Bir şey istəyirəm, biləm də, buna bayram eləmək. Lap yazılıb da, amma sənin özün bunun nəyi bayram? Yaxşı, bunu bildik də, kasıba kömək eləməlisən. Onu yəqin hər adam bilir də, indi qoyunu yoxdur, yemir, yəni ildə bir dəfə bunu, yaxud onu fikirləşdi ki, Tanrı insanı yemək olmaz. Yəni xristianlar da insan yerdi, müsəlman da yerdi da. Hələlik müsəlman hələ gəlməyib, xristian gəlməyib, insanlar vəşib, bəli. Bu insanlar deməli, mən o yazdığı kimin deməyəcəm, ha. Yəni məni yəqin başa düşərlər, ağıllı insanlar üçün deyirəm. Türkə deyirəm, ha. O biri müsəlmanlar yox, dərli soylular yox, ərəbdir, o birisi, türkə deyirəm, yəni türk. Haçan ağıllaşacaq. Bunu göstərdi də, nümunə olmaz insana qarşı. Yəni, insanı öldürmək olmaz, qoyunu, inəyidir, domuzudur. Yəni, bu xristianlara da aiddir, yəni olmaz insanı öldürsün. Amma gündə demək olar ki, milyonlarla bu deyir, soyqırım törədilir heyvana qarşı. Heyvan da nə, qoyundur da gözəl. Adam oynatmaq istəyir də, nə ehtiyac var elə onu yeyəsən. Yemə, get pələng ye, görüm toxum çatar yeyəsən. Tanrı yazır, zəif heyvandır da, görüm mənə, bu eləyəcək yer, bu da eləyir. Tanrı görür də, sən zəifə axtarırsan. Deməli, düzgün məxluq deyilsən, canavarı yeyir. Pələngi yeyir. Yəni bu yazığı, nə inib sənə? O inəkdir, bu, nə inib də? Nə ehtiyac var onun? Adam sevələmişdir. Mən qoyun gətirdilər həyətə. Saxlayanda oynadırdım uşaqlarda. Burada səhər durumda yoxdur qoyun. Öldürüb qormaz. Bilirsiniz də qorma. Şübhələrdə qorma eləyirdi, anam pişirirdi. İndi hamı eləydi, hamı qoyun bilirsən ki, hər adam bilmirdi ki, belə şeylər, yəni qoyun yazıqdır, niyə öldürəsən? Öldürəndə mən də acıqlanırdım. Qoyundur da, bu neyniyib sənə, öldürüb onu. Amma qorması dadlıdır, mən də yeyirəm, ləzzət alıram, bəli. Mən də vəhşiyəm, mən də qoyunu yeyirəm, malı yeyirəm. Elə deyil, elə sizə deyirəm. Türklər, hamınız düz dəyilsiniz, bir dənə Oqtaydır düz, xeyr, mən də səhvim. Əlbəttə, mən də yeyirəm də, mənə də xoş gəlir kababı, qorması, yağın içində, gözəl atmışsan, istidməyə, soyuq onu elə yeyirsən, xalod zakutska kimi yeyirsən, ləzzət verir, qormanı deyirəm, adı kababı deyirəm. Amma, görüm hələ vaxtımız, bunu demək deyir ki, yəni belə 100 milyonlarla vəhşicəsinə biz bunu törədirik, öldürürük, sonra bayram edirik. Apardıq kasıba, kasıba deyib köməyini, amma deyib ki, kasıb sabah olmasın. Başa düşmürsünüz. Düzdür, seçki olmalıdır, kasıb varlı olmalıdır. Ancaq o demək deyir ki, hər il milyonlarla kasıblara kömək edirsiniz, onu bir alçalmaq. Niyə alçalmalıdır? Yəni onu verdi ki, Tanrı o kasıblığı, ki insanlar o vəziyyətə hətta gəlsin, çıxsın ki, heç olmasa 100 ildən sonra, 200 ildən sonra, 1500 ildir
elə kasıba kömək eləmək. Ərəbləri görmüşəm, gecə işi də var, nə də pomagać, vəhşi kimi. Tüpürürlər, askırırlar, yeməyin üstünə verirlər kömək edirlər. Siz elə şeylər danışaram, iyrənirsiniz. O ərəbin. 8 yaşında uşaqla evlənmək, dəvənin altına gözəl qızlar atırlar, eşşək. Gedirsiniz onunla görüşürsünüz, gedirsiniz onun kitabını oxuyursunuz. Kitabı Türk dilində oxu. Niyə onun o Tanrıya o nə deyim, Tanrının satıdır o. Tanrı onu yazdı ki, yani adam olsun, adam olmuyor. Sənə verib bura, sən də gedib onun suyuna düşürsən. Yəni iş orasındadır ki, baxır ərəb neyini, bu da onu edir. Ərəb neyini, bu da onu edir. Ana, ərəbdə nə işin var, o düzəlməyib. O heç Müslüman da bilmir nə deməkdir mənasını. Yalandan qışqırırlar, Müslümanlar birləşsin, birləşsin. Müslüman birləşsə, birinci Türkün belini vuracaq. Mən onu sizə deyirəm, mən sabah, bir gün, haçansa olmayacam. Haçansa deyil, gəvərəcəm bəlkə də. Öləcəm, bilməm necə, maraqım da yoxdur, kim necə basılır, deyir, insan verir, yas verir, deyir, mənim maraqım yoxdur. İnsan ol. İnsan olmaq lazımdır ki, insan olmadı. Kökmüşsün. Dəvənin altına adam, o 8 yaşında uşaq. Ara necə siz gedib onunla görüşürsünüz, deyirsiniz ki, müqəddəs o gedirsən ona. Mənim sözüm yoxdur. Davam edəcəm.